Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə Temudan gələn yeni məhsullar haqqında məlumat verəcəm. İlk öncə belə bir məhsulla başlayaq. Bunu oğluma almışam. Bu soska ipidir. Dəyişək olsun deyə əlavə 2 dənə də sifariş etmişəm. Bunlar mənə görə çox rahatdılar. Yəni paltarına yuxarısındakı zakolka kimi keçirdirsiniz. Rahat bir şəkildə qalır. Çox əlverişli bir məhsuldur. Daha sonra belə bir məhsul almışam. Bu da adaptörü qorumaqdan ötürüdür. Həm başlığı, həm də şnur qorumaqdan ötürü bir məhsuldur. Mən üzəri skeletli qara rəngin sifariş vermişəm. Fərqli formalar da var idi, rəng çeşidləri də var idi. Yəni hər cürəsi var. Kim necəsini istəyir, yəni kimin zövqünə necəsi uyğunsa sifariş verə bilər. Mən beləsini istədim, beləsini sifariş verdim. Bu tipdən xoşuma gəldi. Yəni kim istəyir sifariş verə bilər. Daha sonra belə bir pomada sifariş vermişəm. 4 başlıqlıdır. Yəni bunun hər forması var, yəni rəng çeşidləri çoxdur. Kim necəsini istəyir sifariş verə bilər. Mən sifariş verdiyim, yəni tünd rənglər deyil, açıq rənglərdir. Məhsulu da elə paketləyiblər ki, bir saat aça bilmirəm. Hərdən deyirəm, məhsulu yaxşı paketləyirlər, yəni möhkəm olur, açmaq olmur. Eləsi də olur ki, heç əli vurmamış, açılıb tökülür. Nəysə, məhsulu axırı açıram. Belə bir pomadadır. Yəni rəngləri mən xoşuma gəldi. Mən tünd rənglər sevmirəm, açıq rənglər sevirəm. Kimlər də açıq rəng istəyir, sifariş verə bilər. Daha sonra belə bir kabro sifariş vermişəm telefonum üçün. Bu kabrolardan mənim çox xoşum gəlir. Keçən səfər də bunun ölü gəlin formalsız skeletlisini sifariş vermişdim. O çox gözəl idi. Yəni üstünün qırçın-qırçın olmağı mənə xoşuma gəlirdi. Əlavə olaraq yenidən də belə bir başqa modeli sifariş verdim. Məsləhət görürəm, çox gözəl kabrodur. Kimlərə xoşu gəldisə sifariş verə bilər. Daha sonra belə bir astronot sifariş vermişəm oğlumun otağına qoymaqdan ötürü. Mən bunun razmerindən baxmamışam. O məndə çox problem olur. Həmişə elə baxıram, sifariş verirəm, ölçüsünə baxmıram. Bunun da ölçüsünə baxmamışam, elə sifariş vermişəm. Bu da gəldi, balaca çıxdı. Düzdür, işıq verməyində heç bir problem yoxdur, amma mən bunu biraz böyüyün istəyərdim, normal boyda olsun. Yox, bu da işimi görür. Yəni belə kimlərin xoşuna gəlsə sifariş verə bilər. Daha sonra keçən səfər almışdım və yenidən aldım bu məhsuldan. Yenə də deyirəm, bir məhsul alıram, xoşumuza gəlirsə birində anam alıram və yaxud özüm alıram, sonra anam alıram. Bu məhsuldan da aldım. Dərman əzməkdən ötürüdür, dərman bölməkdən ötürüdür. Hər evə lazım bir məhsuldur deyərdim. Yəni çox əlverişli bir məhsuldur. Hər kəsə məsləhət görürəm. Yəni hər kəsin evində olmalıdır bu məhsul. Daha sonra belə bir kişi papağı sifariş vermişdim. Bu papaq şəkildə göründüyü kimi gəlmədi. Heç demək olar ki, xoşuma da gəlmədi. Bəzi məsafələri var ki, çox aralıdır, toxunuşu yəni çox pisdir. Məsləhət görmürəm. Daha sonra bu kalqutkalardan sifariş vermişəm oğluma. Bunlardan əvvəlki videolarda almışdım. Gördüm ki, bunlar çox rahatdır. Düzdür, hələ istifadə etmirik. Amma yəni alıb hazır qoyuram, gələcəkdə istifadə etməkdən ötürü əlimin altında olsun. Məsləhət görürəm, ala bilərsiniz. Daha sonra belə bir məhsul almışam. Evdə idman etməkdən ötürüdür. Belə çox, yəni narahat da deyil, rahat da deyil. 50-50-yə deyərdim. Aşağıdakı yumru hissəsini ayağınızı keçirdirsiniz. Yuxarıdakı başlığından, o skuter başlığı kimi olan hissədən tutursunuz. Yuxarı aşağı eləyirsiniz. Qarın hissəni, bud hissəni, onları hərəkət elətdirir. Belə kimsəsə sifariş verə bilər. Daha sonra belə bir çanta sifariş vermişəm. Keçən səfərki çantadan çox xoşum gəldi. Bu səfər də fərqli formalısın, bu tiplisini sifariş verdim. Çox rahatdır, yəni minimal çantadır, amma çox rahatdır mənə görə. Kimlər istəsə sifariş verə bilər. İçərisində 2 dənə ipi var, burloku var. İstəsəz tək tərəfli çiynə taxmaqdan ötürü çanta olur, həm də 2 tərəfli çiynə taxırsınız. Belə bir çanta olur. Yəni çox əlverişli çantadır. Kim istəsə sifariş verə bilər. Bugünlük də videomuz bu qədərdir. Ümid edirəm ki, videolarım hər kəsə faydalı olar. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.